AR24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir. Bu saatın əsas xəbərlərinə keçək. İstanbul, Rusiya-Ukrayna savaşının həlli üçün danışıqlar meydanına çevrilib. Tərəflərin görüşü iyunun 2-də baş tutacaq. Memorandumların təqdim ediləcəyi gözlənilir. Detallar sujetdə. İstanbul, Ukrayna böhranının həlli üçün siyasi mərkəzə çevrilib. İyunun 2-də Moskva və Kiyev rəsmiləri yenidən bir araya gələcəklər. Türkiyə nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Danışıqların atəşkəsə və bölgədə sülhün təmin olunmasına töhfə verəcəyi gözlənilir. Uzun müddət fasilədən sonra məhz Türkiyənin vasitəsilə tərəflər yenidən bir masa arxasında oturmağa razılıq verdilər. Və indi də Türkiyənin aktiv fəaliyyəti nəticəsində həm Rusiya tərəfi ilə aparılan danışıqlar, həm Ukrayna tərəfindən aparılan danışıqlar, eləcə də ayrı-ayrı maraqlı güclər, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı rəsmiləri və digərləri ilə aparılan danışıqlar nəticəsində tərəflərin qarşısında konkret sənədlərin qoyulması gözlənilir. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov danışıqların növbəti raundu üçün Kremlin təkliflərini Vaşinqtona təqdim etdiyini deyib. Lakin Moskva memorandumla bağlı detalları Kiyevlə bölüşməyib. İstanbulda baş tutacaq görüşdə tərəflərin sülh layihələrini təqdim edəcəyi gözlənilir. Xarici nəşrlər yazır ki, Rusiyanın hazırladığı təkliflər paketində NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair şərt yer alıb. Moskvanın bu tələbi isə Ukrayna, Gürcüstan və Moldovanın alyansa üzvlüyünə mane yaradacaq. Həmçinin layihədə bəzi sanksiyaların ləğvi ilə bağlı maddələrin də olduğu ehtimal edilir. Kiyev isə Rusiyanın hazırladığı memorandumu görməkdə israrlıdır. Önümüzdeki günlerde İstanbul'da yapılması beklenen ateşkes ve barış görüşmeler müzakerelerinde Türkiye her iki ülkeyi de ortak müşterikte buluşturabilecek yegane ülke konumundadır. Çünkü tarafsızlığına inanılan Türkiye defalarca tercih edilmiş ve İstanbul'da görüşmeler defalarca gerçekleştirilmiştir. Bu da Türkiye'ye olan inancı ve güveni göstermektedir. Kreml bildirib ki, hazırda əsas məsələ Kiyevlə birbaşa danışıqların davam etdirilməsidir. Rusiya İstanbul formatının baş tutmasında israrlıdır. Analitiklərin fikrincə bu platforma Prezident Vladimir Putinin gözləntilərini qarşılayır. Moskva bu platformanı Qara Dəniz razılaşması, taxıl sazişi və Ukrayna böhranının həlli üçün əsas hesab edir. Bu səbəbdən Rusiya İstanbulda istədiyi nəticəni əldə edə biləcəyi qənaətindədir. Tərəflərin baş tutacaq görüşünə Vaşinqtondan da reaksiya gəlib. Ağ Ev danışıqların bərpasına ümid etdiyini açıqlayıb. Bu arada Ukrayna prezidenti Volodymyr Zelenski Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib. Ukrayna ilə danışıqlarda iştirak etmək üçün Rusiya nümayəndə heyəti də Türkiyəyə yola düşüb.